Salam, hər vaxtınız xeyir olsun, əziz izləyicilərim. Kanalıma və mətbəximə xoş gəlmisiniz. Bugün sizlərlə az ərzaqla, çox vaxtınızı almadan, həm də asan, cəmi 5 dəqiqəyə hazır olan çox möhtəşəm kəsmikli kremin hazırlanmasını paylaşıram. Bu kremdən həm tortların ara qatlarına çəkmək, həm üzərini sıvamaq, həm də dekor etmək üçün rahatlıqla istifadə edə bilərsiniz. Keçək hazırlanmasına. 50 qram ağ şokoladın üzərinə yarım stəkan, yəni 100 ml qaymaq əlavə edib, mikrodalğada şokoladı əridirəm. İstəsəniz isti su buxarında və ya sobada 100-110 dərəcədə də əridə bilərsiniz. Çalışın şokolad əriyən kimi götürün ki, qaymaq çox istilənməsin. Sonra bu cür şirin kəsmikdən 200 qram qaba əlavə edirəm. Mən əriklə olan kəsmikdən istifadə etdim. Sadə şirin kəsmikdən də istifadə etmək olur. Kəsmik 400 qram idi. Mən onun yarısını istifadə elədim. Sonra mikserlə kəsmik biraz yumuşalana qədər qarışdırıram. Sonra üzərinə 30 qram şəkər pudrasını hissə-hissə əlavə edərək tam həll olana qədər qarışdırıram. Daha sonra üzərinə 2 stəkan ölçüm 200 ml-dir, qaymağı hissə-hissə əlavə edib, yenidən qatılaşana qədər qarışdırıram. Əgər kremi biraz da artıq hazırlamaq istəsəniz, ərzaqların miqdarını qeyd olunan ölçülərə uyğun olaraq artıra bilərsiniz. Ərzaqların dəqiq miqdarına videonun açıqlama hissəsindən də baxa bilərsiniz. Əziz izləyicilərim, videonu izləyərkən kanalıma abunə olub, bildirişləri aktiv edin ki, videolardan anında xəbərdar olasınız. Eyni zamanda da bəyənib yaxınlarınızla da paylaşaraq mənə dəstək olun ki, bu cür videolarım davamlı olsun. Artıq gördüyünüz kimi şokolad da tam əriyib və onu da hissə-hissə kremə əlavə edib mikserlə qarışdırıram. Ən sonda isə üzərinə bir paket vanil əlavə edirəm. Artıq kremim hazırdır. Onu deyim ki, çox ləzzətli və yüngül bir kremdir. Görünüşü də gördüyünüz kimi bu cür hamardır. Həm də onu nəzərinizə çatdırım ki, krem tez qatlaşır, uzun müddətli mikserlə qarışdırmağa ehtiyac olmur. Əgər bu kremlə tortu dekor etmək istəsəniz, daha da hamar bir görüntü olması üçün içərisinə biraz jelatini suda həll edib əlavə edə bilərsiniz və yaxud da tort dükanlarında satılan hazır şəffaf jelədən alıb 1-2 qaşıq üzərinə əlavə edə bilərsiniz. Ancaq əlavə etməyə də bilərsiniz. Krem gördüyünüz kimi bu cür hamar alınacaq. Allah hər kəsin rozisini bol etsin. Sizlər də hazırlayıb nuş edin. Videonu bəyənib kanalıma abunə olub paylaşmağı və fikirlərinizi rəylərdə mənimlə bölüşməyi unutmayın. Sağ olun, sağlıqla qalın.